Salamlar. Bugün mən sizə belə bir məsələ izah edəcəm. Məsələdə deyir, qarğıdalının somatik hüceyrələrində 20 xromosom olur. Hüceym kisəsində olan hüceyrələrdəki xromosomların cəmini tapın mayalanmadan əvvəl. Somatik hüceyrələr bədən hüceyrələridir və somatik hüceyrədə 2n bərabərdir 20 xromosom deyir 20-yə. Buradan da n bərabərdir 10. N'imiz 10'dursa, bizdə də mayalanmadan əvvəl hüceym kisəsində 8 hüceyrə olur və bu 8 hüceyrənin də xromosom dəsti haploid xromosom dəstinə malik olur. Yəni N'ə 8N bərabərdir 8 vurulsun. Burada N'imiz 10'dur. 10. O da eləyəcək 80. Cəmi 80 xromosom olur mayalanmadan əvvəl.